Dəfələrlə demişik ki, kamil insanların əsas xüsusiyyətlərindən biri budur ki, kamil insanlara biz baxanda zahirən bir-birinə zid xüsusiyyətlər görürük onlarda. Bu misalı çox demişik ki, Əli əleyhissalam misal üçün, Həzrət Əlini qılıncla birini öldürən vaxt görsək ki, qılınc əlində kimisə vurur, öldürür, o zaman bizim ağlımıza gəlməz ki, bu insanın gözündən yaş çıxa bilər. Amma həmin o insanı ibadət mehrabında görəndə, namaz üstə görəndə, tamam başqa bir halda görürsən, başqa bir vəziyyətdə görürsən. Yaxud bir yetim uşaq görəndə, həmin o din düşmənləri ilə döyüşən, şücaətlə döyüşən, şir kimi döyüşən Əli əleyhissalam siması tamam dəyişir və mərhəmət məzhərinə çevrilir. Bu, kamil insanlara xas xüsusiyyətdir. Kamil insanların özəlliyi bundadır ki, kamil insanlar zid xasiyyətləri öz vücudlarında cəm eləyə bilirlər. Və elə işin çətinliyi də bundadır. Siz həm mehriban adam olun, həm təvazökar adam olun, həm mərhəmətli adam olun, bu çox böyük hünərdir. Çünki bu üç xasiyyətin üçü də həm cins xasiyyətlərdir, bir-birinə oxşayır. Amma insan həm şücaətli ola, həm mərhəmətli ola, həm mehriban ola, həm ibadətdə Allah huzurunda göz yaşı tökə, həm düşmən qarşısında qətiyyətli ola, müxtəlif zid xüsusiyyətləri özündə cəm eləyə, bu bir qədər çətin məsələdir. Bu, kamil insanlara xas xüsusiyyətdir. İmam Hüseyin əleyhissalam da bu cəhətdən istisnadır. İmam Hüseyin əleyhissalam da bir baxışdan baxsın, bir baxımdan yanaşsın, ən mehriban adamdır. Bir baxımdan baxsın, ən sərt adamdır. İmam Hüseyinə görə dəstə-dəstə insanlar cənnətə gediblər. İmam Hüseynə görə dəstə-dəstə insanlar cəhənnəmə düçar olublar, cəhənnəmə vasil olublar. İmam Hüseyn vasitəsilə insanlar həm cənnət qazanıb, həm cəhənnəm. Heç bir imam 12 imamın içində İmam Hüseyn qədər cənnətə getməyin yolunu asanlaşdırmayıb. Mən bunu bir dəfə demişəm, yenə təkrar edeyim ki, imamların dərəcə baxımından bir-birindən fərqi yoxdur. İmamlar hamısı vahid nurdular. Amma hər birinin özünə məxsus bəzi xüsusiyyətləri var ki, zamanın tələbinə uyğun bu xüsusiyyətlər daha çox qabarıq özünü göstərib. İmam Hüseyin əleyhissalam imamların içində cənnət yolunu ən çox rahatlaşdıran imamdır ki, bu barədə danışdıq, bugün də işarə eləyərəm, inşallah. Nə qədər insanlar İmam Hüseyin vasitəsilə, Kərbəla vasitəsilə hidayət olub. O hadisə baş verəndən bu günə qədər, o 72 şəhid, ondan sonra yüzlərlə, minlərlə, yüz minlər və milyonlarla insan İmam Hüseyin vasitəsilə Allahı tapıb, haqqı tapıb. Sizə mən nümunələr demişəm, elə insanlar olub ki, bir dəfə məclisə gəlib, bax belə bir məclisə, bir dəfə göz yaşı axıtmaqla ruhunda inqilab yaranıb və dəyişiblər. Bu göz yaşının belə bir xasiyyəti var. Bu göz yaşı bir damcı axarsa, bəzən insanın taleyini 180 dərəcə dəyişə bilir. İmam Hüseyin vasitəsilə çox var tarixdən nümunələr ki, ən cinayətkar adam gəlib İmam Hüseyin əleyhissalamın əzasında, amma başa düşüb, göz yaşı ilə təmizlənib, tamamilə dəyişib. Bu nümunələrdən tarixdə çoxdur. İslah olub, tövbə eləyib, dəyişib. Və tamamilə başqa bir yol tutub həyatda.